Hakim penalti təyin eləyir, yan xətt hakimi oyundan kənar vəziyyət qeyd alır, VAR müdaxilə eləyir və penaltinin düzgün olduğunu təsdiqləyir. Bilmirəm, xanımı təyin etməkdənsə gənc bir yan xətt hakimi təyin etmək düzgün olmazdı mı? Bu da olmalı da, Xəqənim. Nəyə lazımdır? Ha, bax, bizim vaxtımızda düzdür, indi bu bir nəsə gözə kül üfürmək kimi bir şeydir də bu ki, hə, bax, xanım hakim Premyer Liqanı idarə edir. Bizim vaxtımızda 2 nəfər baş hakimidir Premyer Liqada. Mən elə o yan xətt hakimlərini demirəm. 10-a yaxın hakimimiz var idi. Qalıb indi biri, ikisi. Ştuklikin vaxtından ələnə getdi hamısı, bir-ikisi qalıb. Yəni bir gənc... O vaxtdan çox şey dəyişib, Xəqənim mənim. Stadionlarımız da azalıb, futbolçularımız da azalıb və amma niyə də olmasın, məsələn, yoxlayırlar. Hə, oldu. Niyə, yenə deyirəm, gedib xarici oyunlarda kişilərin oyunu idarə eləməyəcək ki? Elə olsun, gənc hakim olsun da. Ən azından təcrübə toplayır da, Xəqənim. Bir tərəfdən siz gəncləri verin, indi... Gəncləri deyirəm, xanım demirəm ki, mən. Xanım gedib xanımların çempionatını eləyir də, onsuz da. Mən hesab edirəm ki, Rəşad düzgün qərar verdi, penalti təyin eləməklə və var da düzgün müdaxiləsi ki, orada oyundan kənar vəziyyət yoxdur. Bu epizodla bağlı heç bir problem yoxdur, amma